Dünya rəqəmsal asılılığa müharibə elan edir. Bir sıra ölkələrdə artıq 15 yaşındakı uşaqlara sosial şəbəkələrdən istifadəyə qadağa qoyulur. Azərbaycanda hələlik bu növ tədbirlər sadəcə müzakirə olunsa da, ekspertlər dəyişikliklərin ediləcəyinə əmindirlər. Maraqlıdır, bəs valideynlər və yeniyetmələrin özləri bu məsələdə nə düşünürlər? Salam. Salam. Xanım, valideynsiniz. Bəli. Övladınızın neçə yaşı var? 9 və 6 olacaq. Bir çox ölkələr 15-16 yaşındakı uşaqlar üçün sosial şəbəkələrdə tam qadağa tətbiq edir istifadədən. Azərbaycanda da analoji qanunun qəbul edilməsini istərdinizmi? Təbii ki, istərdim. Yəni ancaq ondan plusdan başqa heç nə görmürəm. Sizcə bu addım məktəblərimizdə dərslərə davamiyyətin və intizamın yaxşılaşmasına kömək edərmi? Təbii ki, o kömək edəcək, uşaqların fikri tam cəmlənəcək dərslərə, yəni lazımi maraqlara belə deyək. Övladınızın hazırda hansı sosial şəbəkələrdə kimlərlə yazışdığından və hansı oyunları oynadığından xəbəriniz varmı? Hal-hazırda çox şükür sosial şəbəkələri istifadə edəmirlər. Sadəcə oyunlardır. Çalışıram nəzarət edeyim, amma təəssüflər olsun ki, vaxt səbəbindən hansısa bir iş, güc falan alınmır tam nəzarət eləməyə, amma çalışırıq. Hələ ki o yaşdadır ki, nəzarət eləməyə çalışırıq. В некоторых странах мира подросткам запрещают зарегистрироваться в социальных сетях. В Азербайджане этот вопрос пока обсуждается. Мне интересно твое мнение как подростка по этому поводу. Мне кажется, все проблемы выходят из семьи, и социальные сети не могут быть основным источником проблем. Но до 12 лет я считаю, что запрещать социальные сети это нужно, потому что до 12 лет человек еще психически не окреп. Но после 12 лет без социальных сетей в наше время сложно, потому что это главный источник информации для многих взрослых также людей и детей в том числе. Ты сам какими социальными сетями пользуешься? Я пользуюсь Инстаграмом, Ютубом, ТикТоком иногда, вот, и все. А сколько времени проводишь в течение дня в И соцсетях? когда у меня день свободный, я провожу достаточно много времени в Инстаграме, но когда у меня много уроков, я стараюсь ограничивать свое экранное время. А твои родители контролируют твои соцсети? Нет, смотреть меня не контролируют, потому что они doверяют. O yaş təbəqəsində olan uşaqlar o sosial şəbəkələrdən istifadə eləməsinlər. Birinin 15 yaşı, birinin 16 yaşı. Məktəblərdə də beləncə bir necə deyirlər, belə bir işlərlə məşğul olan hansısa bir məktəb direktoru tərəfindən qoyulsa, hansısa bir belə deyə də şöbə deyək, hansısa bir hissə kimi bir müəllimlərə, direktor müavinlərə tapşırılsın ki, bu yaşda uşaqlar sosial şəbəkələrdə iştirak eləməsinlər. Sən özün hansı sosial şəbəkələrdə oturursan? Çox vaxt keçirirsən, belə deyək. Təxmin nə qədər vaxt keçirirsən orada? 1 saat, 2 saat belə. Və sənin valideynlərin sənin sosial şəbəkələrini idarə edirlər, yoxlayırlar. Məsəl üçün kimlərlə yazışırsan, nə paylaşırsan? Paylaşım etmirəm, sadəcə baxıram. Bəs valideynləri yoxlayır onları? Yəni ümumiyyətlə yazışmalarını falan. Bəli. Çox düzgün bir şeydir. Çünki doğrudan da elə oyunlar, elə xəbərlər, elə verilişlər var ki, onlara uşaqlara baxmaq qəti qadağan olmalıdır. Nəyə ki, baxmaq, ümumiyyətlə qəti qadağan olmalıdır. Valideynlər buna nəzarət eləməlidirlər. Neçə saat uşaq televizorda oturur, nə bilim, telefonda oturur, kompüterdə oturur. Tibbi cəhətdən də ziyandır. Belə götürəndə uşaqların inkişafı cəhətindən də ziyandır. 15 yaş belədir ki, keçid dövrüdür, bunu hamı bilir. Uşaqların beyninin o deyirlər ki, loru dilində desə, uşaqların qızğın vaxtıdır da, düzdür? Təsəvvür edin ki, elə bir oturub oyuna baxırlar ki, Allah göstərməsin. Orada elə bir şey, elə özümüz otururuq atışmalar. Nə qədər uşaq qan görə bilər, nə qədər uşaq əlində silah kimlərisə qıra bilər. Bu oturur beyində. У меня 17 лет, смотрю не прям-то положительно, надо ограничить для детей, потому что сейчас слишком много контента, который не должны видеть дети определенного возраста, но уже с 15 лет можно, думаю, большинство контента показывать детям. Конечно, есть сейчас много моментов, где какие-то террористические акты и так далее, что нельзя показать подросткам, нельзя освещать данные темы, чтобы дети не вдохновлялись этим. Но в основном насчет остального контента я не вижу проблем у 15-летних детей. Мои родители никак не контролируют это, я этому рад, так как свобода то, что хорошо, когда ты чувствуешь все это. Тем более у соцсетей не только минусы, есть очень много плюсов. Я обучаюсь, допустим, программированию и так далее, соцсетей. Соцсети — это огромный буст людей, чтобы начать зарабатывать, если у тебя есть определенный уровень креативности. Ну и обучаться, конечно, тоже соцсетей очень мощно. Сижу я в основном Instagram, WhatsApp, Telegram, Discord и YouTube с Google'um. Məncə labüddür, çünki uşaqların artıq telefonla məşğul olmağı gərəksizdir. Yəni başqa məşğuliyyətlər tapmaq olar. Nə bilim, idman, musiqi, başqa işlərlə məşğul olsalar daha yaxşı olar, daha əlverişli olar uşaqlar üçün. Hər halda düşünürəm telefonsuz daha çox kitaba fikirləri
olar, nə bilim, yazmağa, pozmağa daha maraqları olar. Я на это смотрю хорошо, потому что, да, сейчас многие дети очень много играют в игры. Допустим, многие дети уже смотрят ТикТок с 6 лет, с 1 класса. Вот я скачала себе ТикТок уже в 5 классе, потому что я уже думаю, 5 класс уже достаточно высокий класс, уже можно эти социальные сети в телефоне загружать, но их можно смотреть не так много. Допустим, я ТикТок смотрю от силы 2 часа, и то 1 час утром, 1 час вечером. Днем я в школе в основном. Дальше я смотрю Инстаграм иногда. Ну, не прям контролирую. Допустим, если я долго сижу в телефоне, они говорят, все, дофига, хватит уже смотреть телефон, иди что-то там поделай. Говорю, хорошо. Я там рисую, не знаю, там играю что-то, лего собираю. Təbii qanun qəbul oluna bilər, amma ki bilirsiniz, müxtəlif saytlar yükləyib, yenə də ona girirlər. Yəni bu tam qadağan oluna bilmir. Yəni mütləq bir yol tapıb ora girəcəklər. Ona görə mənə elə gəlir ki, daha çox uşaqla valideynləri ilə nəsə məktəbdə daha çox bunun zərərli tərəfini aşılamalıdırlar, daha doğru yolu yönəltməlidirlər. Düzdür. Uşaq elə yaşında olur ki, ona bunu aşılamaq qəbul etmək, çünki qadağan olmuş şeyə uşaqlar daha çox meyllidirlər. Ümumiyyətlə yaşlılar da buna meyllidirlər. Bu belədir. Ona görə müəyyən qədər əlbəttə qoyula bilər. Qanun qəbul qoyulsa bir qədər qarşısını alacaq, amma tam %100 deyə bilmərəm. Мне кажется, это нормально, ведь иногда в соцсетях показывают нехорошие вещи. Может они... Да, мне кажется, это нормально, то, что они вот хотят это сделать. Ну, в ТикТоке, в Ютубе. Если честно, много. По 5 часов, я не знаю, я много сижу, да. Я смотрю, либо же снимаю видео. Münasibətim çox əla, çox gözəl. Düşünürəm ki, yəni bizim ölkədə də bu kimi təşəbbüs göstərilsə, çox tədbirə layiq haldır. Yəni gənclərimiz öz boş vaxtlarına, asudə vaxtlarına, dərslərinə, digər məşğuliyyətlərə sərf eləsələr daha gözəl olar. İşlətmirlər. Nə telefon işlədirlər, nə sosial şəbəkələrdə aktivdirlər. Я считаю, что не надо закрывать соцсети, потому что в свободное время не только можно делать домашнее задание, чем-то увлекаться, можно еще смотреть, не знаю, ТикТоки, Инстаграм листать. Ну, то есть это интересные, да, бывают соцсети. Мне кажется, не стоит закрывать в Азербайджане. В Ютубе, в ТикТоке, в Инстаграме иногда все такого тейца. Знаете, это очень неоднозначный вопрос. И, естественно, однозначного ответа тут не может быть, смотря какие социальные сети. Я как учитель считаю, что по большей части, да, это повлияет положительно на качество образования, на социализацию детей. Но я думаю, что 21 век, у него свои требования, это все-таки век информационный век, и дети в какой-то мере, они могут быть вовлечены в социальные сети, но я считаю, что все это должно быть под контролем. Инициатива неплохая. В социальных сетях есть разные вещи, и плохие, и хорошие. Просто нужна альтернатива этому. Книги, фильмы, какие-то мероприятия. То есть просто убрать не получится. Будут находить, как это обходить. А я сижу в основном в Инстаграме и Телеграме. Мне кажется, с одной стороны, надо запретить, а с другой стороны, если ученик, который или студент, занимается наукой, учится хорошо, не надо запрещать. Это зависит от мышления ученика, в какой сфере, в каком обществе живет. И от родителей зависит. Нужен контроль. Частично да, частично нет. Даже некоторые соцсети влияют плохо на подростков, а некоторые для забавы. У меня есть очень много друзей, которых я через соцсети нашел. Также просто познакомился с ним. Мы сейчас переписываемся, общаемся. В основном ТикТоки, Телеграм и Инстаграм. В день примерно от 3 до 4 часов.